Tutaq ki, deyək ki, mənim maraqlı ideyam var. Onun regiona uyğunluğunu necə ölçə bilərəm və yaxud da ki, elə öz təcrübənizdən və yaxud işlədiyiniz komandaya baxaraq deyə bilərsiniz ki, ən tələbatlı ideyalar nələrdir? Bu ideya üzərindən bir startap qurmaq olar və yaxud bu region üçün uyğun olar. Belə bir şey var? Var, bu çox geniş bir mövzudur. Ümumiyyətlə, məsələn, hər gün bizim ağlımıza əslində yaxşı fikirlər gəlir. Ancaq bu hər yaxşı fikir, bu o demək deyil ki, bu startap ola bilər, ya da bir biznesə dönə bilər, ya da ki, həmin yerdə bir biznesə dönə bilər. Bunun üçün biz strateji analiz etməliyik. Hansı ki, strateji analizin iki növü var. Bir daxili analiz, bir xarici analiz. Bu universitetdə bizə öyrədirlər bunu. SWOT və PEST analizləri olur. Oturub analiz etməliyik ki, bu ideya mən bunu eləyə bilərəmmi? Hər şey yaxşıdırmı, düzgündürmü, güclü tərəflərim nədir, zəif tərəflərim nədir və ya xaricidə politik, ekonomik faktorlar nədən ibarətdir, sosial, texnologik faktorlar nədən ibarətdir, uyğundurmu? Məsələn, mən bunu həmişə eyni misal verirəm, çünki çox aydınlaşdırıcı bir misaldır. Məsələn, mən bir dizayneram və mini yubka, belə deyim, mini ətəklər çox yaxşı dizayn eləyə bilirəm. Bunu aparıb, məsələn, bu mini ətəkləri istehsal edib gedib İranda bunu satmaram heç vaxt. Çünki İranda bir politik faktor var ki, mümkün deyil. Yəni ora aparıb orada satmaram. Və ya aparıb Səudidə də satmaram. Çünki orada da politikdən daha çox sosial faktorlar var. Hansı ki, insanlar biraz daha dinə bağlı, belə deyək, orada da satmaram. Yəni oturub bunu analiz etmək lazımdır. Amma Azərbaycanda da sata bilərəm. Yəni oturub birinci növbədə hər yaxşı fikir fürsət deyil. Fürsət olub olmadığı üçün yaxşı analiz etməliyik. Fürsət olduqdan sonra oturub bunu yaxşı şəkildə planlamalıyıq və belə deyək, planımız bəzən çox vaxt onsuz da istədiyimiz kimi getmir. Amma ilkin planlama çox önəmlidir. Biznes planı yazmaq çox önəmlidir. Çünki biz hardasa işləyəndə bizim bir müdirimiz olur, gəlir deyir ki, Vüsal, sən falan şeyi düz elədin, əla, bizi belə deyək, o raise eləyir, ya da ki, Vüsal, sən nəyisə səhv elədin, gəl bunu dəyişək, düzəldək, bu cür olsun. Amma mən özüm öz biznesimi qururamsa, Tembol-də bu bir innovativ bir startapdırsa, burada məni mühakimə edən faktor mənim özüməm. Və bunun üçün indi oturub yazmalıyam ki, 3 ay sonra harda olmaq istəyirəm və 3 ay keçəndən sonra oturum bir biznes planıma baxım ki, mən nə düşündüm və hara gəldim. Yəni bir özümü mühakimə faktorum olsun. Və eləcə də bu belə davam eləməlidir.